Xoruldamaq yuxu zamanı ən geniş yayılmış problemlərdən biridir. Xoruldamağın əsas səbəbi nəfəs yollarının daralmasıdır. Bu daralma zamanı hava keçidi çətinləşir və toxumaların titrəməsi nəticəsində səs yaranır. Xoruldamağın daha ciddi forması yuxu apnesi ilə əlaqədardır. Yuxu apnesi zamanı nəfəsdə fasilələr yaranır. Bu da oksigen səviyyəsinin azalmasına və yuxunun pozulmasına səbəb olur. Bu vəziyyət yalnız yuxu keyfiyyətinə deyil, həm də ürək-damar sistemi və ümumi sağlamlığa mənfi təsir göstərir. Yuxu laboratoriyalarında xoruldamağın səbəblərini müəyyən etmək üçün polisomnografiya adlı testdən istifadə olunur. Bu test yuxu zamanı müxtəlif fizioloji göstəriciləri izləyərək problemi dəqiq müəyyən etməyə imkan verir. Əgər xoruldamaq yuxu apnesi ilə bağlıdırsa, CPAP cihazı tövsiyə olunur. Bu cihaz nəfəs yollarını açıq saxlamaq üçün davamlı hava təzyiqi təmin edir və yuxu zamanı nəfəsin fasiləsiz davam etməsinə kömək edir. Xoruldamağın müalicəsində həyat tərzi dəyişiklikləri də böyük rol oynayır. Məsələn, artıq çəki xoruldamağın əsas səbəblərindən biridir. Çəki artımı nəfəs yollarını daraldaraq hava keçidini çətinləşdirir. Buna görə də sağlam qidalanma və müntəzəm fiziki aktivlik xoruldamağın azaldılmasına kömək edə bilər. Həmçinin siqaret çəkmək və spirtli içki xoruldamağı artıran amillərdəndir. Bu vərdişlərdən uzaq durmaq nəfəs yollarının sağlamlığını qorumağa kömək edir. Anatomik problemlər də xoruldamağa səbəb ola bilər. Məsələn, burun tıxanıqlığı, burun çəpərinin əyriliyi və ya badamcıqların böyüməsi kimi problemlər nəfəs yollarını daraldaraq xoruldamağa səbəb olur. Bu hallarda cərrahi müdaxilə tələb oluna bilər. Ovulopalatofaringoplastika əməliyyatı ilə artıq toxumalar çıxarılaraq nəfəs yolları genişləndirilir. Bu cür əməliyyatlar xoruldamağı azalda və ya tamamilə aradan qaldıra bilər. Ümumiyyətlə, sağlam yuxu yalnız fiziki sağlamlıq üçün deyil, həm də psixi sağlamlıq və ümumi həyat keyfiyyəti üçün mühüm əhəmiyyət daşıyır.